Üzüklü balıq. Hacı Zeynalabdin Tağıyev öz dövrünün ən tanınmış insanlarından sayılırdı. Var dövləti bir yana, o həm də iti ağlı və xeyirxahlığı ilə də çox məşhur idi. Yazıcı və şairlərə yardım edər, yeni məktəblər açar, kasıb uşaqların təhsil haqqını ödəyərdi. Bir gün hacının köndünə balıq ləvəngüsü düşür. O, aşpazını bazara göndərir ki, təzə balıq alıb gətirsin. Aşpaz bazardan əli boş qayıdır. O utana-utana hacıya yaxınlaşıb deyir ki, bazarda bir dənə də olsun təzə balıq yoxdur. Hacı özü balıq dükanına gedib dükan sahibindən soruşur. Ay kişi, niyə təzə balığın yoxdur? Kişi əl-ayağa düşüb deyir. Başına dönüm hacı, dənizdə bir neçə gün külək oldu. Balıqçılar ova çıxmadılar. İndi də balığın qiymətini elə qaldırıblar ki, gətirib satmaq sərf eləmir. Hacı Zeynalabdin fikirli halda evə qayıdır. Ertəsi gün faytona minib balıq vətəgələrindən birinə gedir. Burada balıqçılar onu görüb başına yığışırlar. Xoş gəlmisiniz hacı deyirlər. Hacı onlardan təzə tutulmuş diri balıq istəyir. Balıqçılar ona iri ləyənin içində bir nərə balığı gətirirlər. Hacı balığın pulunu artıqlaması ilə balıqçılara ödəyir. Sonra Hacı Zeynalabdin Tağıyev barmağındakı bahalı üzüyü çıxarıb iplə balığın quyruğuna bağlayır. Balıqçılara sakitcə deyir ki, balığı dənizə buraxsınlar. Bunu görən balıqçılar heyrətlə bir-birinə baxırlar. Heç kim hacının bu hərəkətinin səbəbini anlaya bilmir. Hacı Zeynalabdin Tağıyev heç bir söz demədən faytona minib evinə qayıdır. Bu xəbər elə həmin gün bütün balıq vətəgələrinə yayılır. Balıqçılar qayıqlarına minib üzüklü balığın ovuna çıxırlar. Deyilənə görə 2 gündən sonra şəhərin bazarlarında balıq əlindən tərpənmək olmurmuş. Balığın qiyməti elə ucuzlaşır ki, ən kasıb adamlar belə balıq alıb yeyə bilirlər.